Salam, xoş gördük hər birinizi. Bu günləri mən çox gözəl, rəngi qıpqırmızı, qurumayan nar mürəbbəsi hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonacan izləyib yaxınlarınızla paylaşmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Hazırlamaq üçün mən öncədən narı dənələdim. Dənələrini təmizləyib yuyub qurutmuşam. Mənim yuyub qurutduğum narın dənəsi 1 kiloqram yarımdır. Nar dənələrini geniş bir ləyənin içərisində bişirəcəm. Bişirəcəyim ləyənin içərisinə narın yarı hissəsini əlavə edirəm. Üzərinə 1 kiloqram şəkər tozu əlavə edirəm. Şəkər tozu ilə nar dənələrinin hər tərəfini bağladıqdan sonra 2-3 saat dinləndirəcəm. Gözlədirəm ki, şirəsi çıxsın deyə. 2-3 saat keçdikdən sonra narın üzərinə yarım armud stəkandan biraz az su əlavə edirəm, soyuq su. Suyu əlavə etdikdən sonra 2-3 dəqiqə gözləyirəm ki, şəkər tozunun hər tərəfi islansın deyə. İslandıqdan sonra ləyəni sirkələyərək şəkər tozunu yaxşıca isladıram hər tərəfini. Şəkər tozu yaxşı islandıqdan sonra ocağın gür xodunda bişməyə qoyuram. Mürəbbə qaynadıqca qarışdırmaq lazımdır ki, hər tərəfi bişsin deyə narların, yəni əzilməyindən qorxmayın. Qaynadıqca üzərinə yığılan köpüyü götürmək lazımdır. Artıq mürəbbəmin üzərində iri-iri qabarcıqlar əmələ gəlir. Bu da o deməkdir ki, mürəbbəm artıq hazırdır. Üzərindəki bütün köpükləri yığıb bitirdikdən sonra bir nəlbəkin içərisinə mürəbbənin suyundan əlavə edib qatılıb-qatılmadığını yoxlayıram. Mürəbbənin suyu soyuduqdan sonra bu formada xətt çəkirəm. Xətt çəkərkən xəttlər bitişmirsə, mürəbbəmiz artıq hazırdır. Qatılığı da yerindədir gördüyünüz kimi.
Və budur, mənim mürəbbəm artıq hazırdır. Gördüyünüz kimi rəngi mükəmməl, qıpqırmızı, qurumayan nar mürəbbəsi hazırladım. Çox asandır. Siz də hazırlayın. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Allah hər kəsin bağladığını ağız içinə yeməyi nəsib etsin. Və kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub zil səsini aktiv edin ki, paylaşdığım videolarda anında xəbərdar olun və videolarımı sonacan izləyib yaxınlarınızda paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.